Bilirsinizmi, sevgiden, eşkdən, əks cinsi münasibətlərindən ən çox sınanan qadınlar kimlərdir? Hər ayın 2-si, 11-i, 20-si, 29-u və hər ayın 6-sı, 15-i, 24-ü dünyaya gələn qadınlar doğrudan da başqa qadınlara nisbətən ailə münasibətlərində, əks cinsdən olan münasibətlərində daha çox sınanırlar. Əlbəttə ki, vardır bunun da bir səbəbi. İki qadınları ruhsal aləmdə Rəbbinə söz verib gəlirlər ki, hər kəslə nəzakətli və anlayışlı davranacam. Hər kəsə lazımi qədər sevgi, şəfqət verəcəm. Çünki əslində iki qadınları sevgi dolu qadınlardır. Qadınlıq enerjisi yüksək olan qadınlardır. Amma sevgi vermək bir sənətdir. Orada da balansı aşarsansa, sən oradan sistem, yəni ilahi sistem səni imtihana salar. Və burada iki qadınları sevgi verim deyəndə, oradan da tuzağa düşə bilirlər. Niyə? Çünki ilahi sistemdə sevginin balansı qorunmazsa, yəni o sevgi, yəni bir insana, bu dünyada yaşayan bir insana, yəni fiziki bir insana verilən sevgi ilahi sevgidən, yəni Allah sevgisindən yuxarı qalxarsa, o zaman sən imtihana düşərsən. Və bunu edən əlbəttə ki, sistemdir. Bəli, sistem belə işləyir. Həyatımızın hər bir sahəsini dəngəyə gətirməyə çalışır. Ələn xüsusda bu sevgi məsələsi olarsa, çünki biz bilirik ki, dünya sevgidən ibarətdir. Allah özü sevgidir. Ona görə də iki qadınları sevgidə balansı qoruya bilmədikdə çox mənasız xəyanətlərə, səbəbsiz kobudluqlara, səbəbsiz tərk edilmələrə məruz qala bilirlər. Altılar isə ruhsal aləmdə Rəbbinə söz verib gəliblər ki, çox gözəl və mükəmməl ailəyə sahib olacam. Amma elə tuzaqları da oradan başlayır. Çünki onların fikrincə ailədə sevgi, münasibətlər, hətta uşaqlar belə mükəmməl və qüsursuz olmalıdır. Və bir şeyi başa düşmürlər ki, mükəmməl olan tək Allah və onun sistemidir, yəni ilahi sistem. Biz isə insanıq, yanlış da edə bilərik, səhv də edə bilərik, düz də edə bilərik və onlar bunu başa düşəndə o zaman bəli, onların həyatında xoş günlər və güzaranlar başlayır. Yox, əgər bir altı qadını bunu başa düşməzsə, kontrolçu olmağa davam edərsə, ailədə hər bir şey öz əlimdən çıxsın, hər bir şeyi özüm edim, hər bir şeyi çatdırım, mükəmməl edim, gözəl edim, qüsursuz edim deyərsə, doğrudan da onun həyatında, yəni ailə həyatında, öz içərisində, qəlbində bir xaos olur. Altı qadınları zaman-zaman öz həyatlarında ailə daxili münaqişələrə, xəyanətlərə, ailə daxilində olan çatışmamazlıqlara məruz qala bilirlər. Hətta onlar kontrolçu bir sevgi ilə evladlarını sevdiklərinə görə övladları da tez-tez xəstələnə bilir. Əziz qadınlar, siz də öz doğum günü rəqəminizə görə ən çox nədən sınandığınızı bilmək istəyirsinizsə, onun açıqlaması aşağıdakı şərhlərdə.